Hər vaxtınız xeyir olsun, əziz dostlar, hörmətli izləyicilər. Bu təqdim elədiyim ev Qubada Afrem tikan qaqaşlarım üçün çox sərfəli bir variantdır. Amsar kəndində Qubanın elə girişində, Amsar kəndində Zərifə Əliyev küçəsində, Riksus tərəfdədir. Belə bir evimiz var. Yarım tikilidir, belə deyək, kubçalıdır. Çox gözəl bir qiymətə də qoyulub, çox təcili satılır. Yəni belə deyək də 2020-də alınan bu torpaqda bu tikili buca dəqiqə bunu alıb tiksəsiniz o qiymət eləməyəcək. 132 min manat xərc qoyulub, dəftər kitabı da var, qabağımızdadır. Yəni gəlib baxa da bilərsiniz. Bugünkü gün elə qoyulan xərclərin hamısı hesablanıb, o qiymətə də çıxıb satışa. 132 min manata 10 sot torpaq sahəsidir, hörmətli izləyicilər. Evin tikilisi 16-nın belə deyək də 17-yədir. Hardasa 272 kvadratdır. Yuxarısı da mansardda 230 kvadrat metr olacaq. 500 kvadrat opşidir. İkinci mərtəbədə mansardda axırda hamısını göstərəcəm, bir-bir izah eləyəcəm. Hardasa 4 otaq, 2 sanitar qovşağı, 2 dənə də balkon ikinci mərtəbəsindədir. Mərtəbə arası monolit betonda, özdə qəşəng də, yəni ki, monoliti, betonu, pləkan arası hamısı belə deyək də standartlara uyğun, даже hətta biraz da artıq əlavədə belə deyək ki, olunub ki, yəni ki, proçin olsun. 6 otaqların hamısının içində bir otaqdır. İndi göstərəcəm. Monolit pləkan buradadır. Burada da kollektor sistemi yığılıbdır. 6 otaqların hamısı birinci mərtəbədə olan hamısı təmirlidir. Hörmətli izləyicilər, sanitar qovşaqlarının aksuallarına kimi hamısı alınıbdır. 3 otaqda qoyulubdur, qoşulubdur da belə deyək. 3 otaqda qalıbdır. Amma belə deyək də materiallar var. 6 otağın hamısının aboyları da alınıb. Belə bu yayda alındı aboyları. Hamısı 45, 46, 44, 47 manatlıq aboylardır. Gəlib özünüz də görə bilərsiniz. Pəncərələr hamısı o. Bahalı pəncərələrdən də hörmətli izləyicilər. Bu digər otaqdır. Gördüyünüz kimi. Bax, belə bir xudmani otaqlardır. Pollar isti poldur. Bax, qranit mərmər gördüyünüz hissələr hamısı isti poldur. Burada görürsünüz, burada hamam tualetdə materiallar qoyulubdur. Amma belə deyək də, aksesuarlar quraşdırılmıyor. Amma hamısının aksesuarı da var. Var belənçində. Bax, bura bağ sahəsidir. Burada gələcəkdə belə bir xudmani letni restoran da nəzərdə tutulmuşdur. İndi bu müəyyən məsələlərə görə təcili pul lazım olduğuna görə bu evimiz çıxıb satışa. Bax, gördüyünüz kimi, bir dənə də burada evin arxasında otaq var. Hər tərəf qabaqlarda 2 otaqdır, böyürlərdə 2 otaqdır. Arxaya da bir dənə belə otaq düşüb. Ya otaqların hamısı accelli otaqdır. Kuxna üçün yer də var, sanitar qovşağı da var. Hamısı nəzərdə tutulubdur, hörmətli izləyicilər. Gəlin, baxın, burada görürsünüz, aksesuarlar da bu otaqda quraşdırılıbdır da. Moydadırıdır, sanitar belə deyək də, unitazıdır. Hamısı quraşdırılıb. Keçək digər otaqları da təqdim edək. Hətta burada belə bir özəllik də var. Cütdaş